Burada bir sual var. Sənətdən məcnun olmuşsunuz, bəs həyatda necə? Çox ekstremal sualdır. Məcnun sözü ərəb sözdür. Məcnun, eşq dəlisi deməkdir. Eşqdən dəli olan adam bizə görə dəlidir. Eşqdən dəli olan insanın mənəvi amalı, ruhu başqa bir substansiyada yerləşir. Biz o substansiyanın müstəvisinə girə bilmirik. Mən səhnədə məcnun olmuşam, mənim əzlərim. Məndən qabaq dünyanın ən gözəl Azərbaycan xalqının bəşəriyyətə qismət elədiyi çox daha karifeylər çıxış eləyiblər. Başda Sarapski olmaq şərtindən. Mənim kumirim Əlövsə Sadıqov olmaqla, mənim sevdiyim gözəl müğənni Əbülfət Əliyev olmaqla, Arif Babayev mənim sənət yoldaşlarım, Can Ələkbərov, indi oxuyur Mənsum İbrahimov. Amma mənim onlardan fərqim nədir? Bu yazı qalır, o gələcək nəsillər bilsinlər. Mənim onlardan bir fərqim var. Mən məcnunun müstəvisinə yaxın bir aurada çıxış eləmişəm. Onu öyrənmək üçün mən 6 ay həkim kimi əynimdə xalat, başımda həkim kalpakı, psixi xəstəxanaya getmişəm. Bizdə ona dəlixana deyirlər. Eşqdən dəli olan insanların psixologiyasına məşğul olmuşam. İndi mənə sual verir ki, sən səhnədə məcnunsan, həyatda da məcnunsan. Canım, mənim canımda bu məcnunluq var da. Bu mənim psixologiyamı hopmuş hissədir. Mənim mənəviyyatımı hopmuş hissədir. O demək deyil ki, mən həmən səhnənin aurasını həyata gətirim. Elə deyil. Səhnə aurası başqadır, həyatın aurası başqadır. Həyat tələbatı başqa şeydir. Səhnə tələbatı başqa şeydir. Çünki böyük alimlər dedi axı, göyün qurşağını görmək istəyən yağışda islanmağı bacarmalıdır. O yağışda islanmaq üçün mən həyata gəlmişəm. Çünki islanmayan bu müvəffəqiyyəti qazana bilməz. Yar fikri xəyal